Yine diyeceksiniz ki bu xanım başladı bədxəbər verməyə, amma neyniyim ki, ölkə ərazisində hava şəraiti yağmurlu keçəcək. Gündəm xəbərinin efirində 17 may tarixidir və mayın 18-nə olan günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, yarımadanın bəzi yerlərində isə qısa müddətli yağıntıların məhz intensiv xarakteri daşıyacağı, cənub-qərb küləyinin gündüz isə cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 14-16 dərəcə isti, gündüz isə 18-23 dərəcə isti olacaq. Nisbi rütubət isə 65-75% təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Arabir duman olacaq, mülayim qərb küləyi isə bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz isə 22-27 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 11-16 dərəcə isti olacaq. Hətta gündüz bəzi ərazilərdə isə havanın temperaturunun 19-23 dərəcəyə qədər yüksələcəyi gözlənilir.